Məni xoşbəxt edənləri sıralayırıq. Yağış, çox xoşbəxt oluram. Yağış, qar. Bu niyə bu tərəfə dönür? Mən görsənmirəm axı. 2. Ay, mən humanitar. Mən riyaziyyatla əlaqəm yoxdur. Riyaziyyat ancaq şahmatda sevirəm ki, mənə kömək olur. Ay, heç sevmirəm tutumu. Yox. Bizimlə deyilsin. Sizinlə paylaşıram, mən tez-tez bilirsiniz, sevirəm mən kinonu. 3. Birə məncə başqa bir şey gələcək. Günəşin batmasını çox sevirəm. Çünki mənim günəşlə aram yoxdur. İşıq falan, mən günəş işığı çox da belə, ay günəş işığı, belə sevmək, günəş altına qalım. Bunlar mənim sevdiyim bir şey deyil. Mən qaranlıq adamıyam, qaranlıq. Yəni məni evdə yarasa adlandırırlar. Birə qoyacam bunu. Nə görürsünüz? Çox yox, çay. Mən çay qadınıyım, sən sevərsiniz. Bunu birə qoymalıydıq. Şokolad sevməyən insanları mən heç başa düşmürəm. Deyirəm, mən şirniyyat yemirəm. Tüm necə şirniyyat yemirəm? Bu şirniyyat yemirəm nədir? Bunu da sevirəm. Bişirməkdir, yemək. Yeməklə, buna əvvəl çox qorxurdum. İndi bir dənə dəli dostum var. Onunla gedirik, bu qorxularımın öhdəsindən gəlirəm, amma bunu 9-a qoyacam. Yəni, məncə 6-lıq başqa bir şey gələcək. İtlərdən alman ovçarkasını çox sevirəm. Qorxduğum üçün ala bilmirəm. Heyvanlar sevək də. Heyvanlar niyə sevilməsin ki? Siz necə sıralayardınız? Şokoladı biraz 3-ə qoymalıyam. Elə bir ki, şokoladla kinonun yerini dəyişmək olardı.